Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağabəyli Saməddin. Bugün sizə 4-cü sinif monitorinq imtahanına hazırlaşan şagirdlər üçün növbəti ödənişsiz mini sınavımızı təqdim edirik. Bu sınavlar hər həftə sizlər üçün ödənişsiz şəkildə təşkil olunur və izahları da PDF ilə birlikdə göndərilir. Əgər bu sınavlardan, suallardan xəbərdar olmaq istəyirsinizsə 077 752 28 93 WhatsApp nömrəsinə yaza bilərsiniz. Və həmçinin bizim monitorinq test toplumuzu bütün kitabxanalardan əldə edə bilərsiniz. Həm Azərbaycan dilində, həm riyaziyyatdan bütün imtahan sual tipləri bu topluda öz əksini tapmışdır. 11. Aralarındakı məsafə 485 km olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya iki avtomobil yola düşdü. Avtomobillərdən birinin sürəti 75, digərinin sürəti bundan 10 km/s artıqdır. 3 saat sonra onlar arasında məsafə nə qədər olacaq? Baxın, birinin sürəti 75-dir. Yazdım bura 75. Digəri isə 10 km artıq, yəni 85-dir. Biri 75, biri 85. Qarşı-qarşıya hərəkətdə yadınızda saxlayın, sürətlər toplanılır və zamana vurulur. Zaman da 3 saatdır. 75 ilə 85-i toplayıb vuracağıq 3-ə. Eləcək 480. Ümumi 485 kilometrdən 480-i gedilibsə, neçə kilometr qalıb? 5 kilometr arada məsafə qalıb. B variantı bizim doğru cavabımızdır. 12. Sürəti 900 metr/dəqiqə olan qatar 1200 metr uzunluğundakı tuneli 2 dəqiqəyə keçir. Qatarın öz uzunluğu neçə metrdir? Baxın, sürəti 900 metr olan bir qatardan danışır və 1200 metr uzunluğunda tunel var. 2 dəqiqəyə keçməlidir. Biz indi qatarın öz uzunluğunun nə qədər olduğunu tapmalıyıq. Baxın, qatar tuneli keçərkən bir tunelin uzunluğu var. Bir də qatarın uzunluğu var. Tunelin uzunluğu deməli verilib 1200 metrdir. Bu 1200 metr tuneldir. Qatarın uzunluğu isə x-dir, bilmirəm. Deməli bizim gedilən yolumuz 1200 üstəgəl x-dir. Çünki qatar bu tuneli keçəcəksə həm tunelin özünü, həm də öz uzunluğu qədər, yəni son vaqon buradan çıxana qədər davam eləməlidir. Deməli qatar həm tuneli, həm də özü qədər yol getməlidirsə, gedilən yol 120 üstəgəl x olur. Və biz bunu bölməliyik sürətə, sürət 900-dür, bərabərdir nəyə? Zamana, bərabərdir 2. Qutardı. 1200 üstəgəl x bərabərdir. 2-ni 900-ə vuram, 1800. X də bərabərdir. 1800-dən 1200-ü çıxıram, 600 eləmiş oldu. A variantı 600 metr bizim cavabımızdır. 13. Kater çayın axını ilə sürəti 28-dir. Axın ilə sürət deyəndə kater üstəgəl çay 28 nəzərdə tutulur. Axına qarşı sürət deyəndə isə kater çıxılsın, çay nəzərdə tutulur və bu da 22 km/saatdır. Çayın axma sürəti neçə km/saatdır? Yadınızda saxlayın. Əgər sizə 2 ədədin cəmi və fərqi verilibsə, böyük ədədi, yəni kateri tapmaq istəsəz, 28 ilə 22-ni toplayıb 2-yə böləcəksiniz. Yox, əgər çayı tapmaq istəsəz, 28-dən 22-ni çıxıb 2-yə böləcəksiniz. Bizdən çayı soruşur. Ona görə 28-dən 22-ni çıxacam 6, 2-yə böldüm 3. Bu qaydanı hər zaman tətbiq edib cavab ala bilərsiniz. Növbəti sual 14-cü sualımız. Ümumiyyətlə, əgər sizin sürət məsələlərində və yaxud da kater məsələsində probleminiz varsa, mütləq Ağabəyli Saməddin YouTube kanalına daxil olun və həmin canlı dərsləri və yaxud da dərs sahlarını izləyin. Avtomobil iki şəhər arasındakı məsafəni 60 km/s sürətlə 4 saata gedir. Deməli, biz 60-ı 4-ə vuracağıq, gedilən yolun uzunluğunu tapacağıq. 240 km. Yolumuz 240-dır. Həmin yolu, 240 km yolu 3 saata qayıtmaq üçün sürətin nə qədər artırmalıdır? Həmin yolu 3 saata qaydanda sürət olur 80. İndi artımı soruşur. Əvvəl sürət 60 idi, indi oldu 80. Nə qədər artdı? 20 vahid artdı. Cavabımız oldu A variantına bərabər. 15-ci sual. Aralarındakı məsafə 40 km olan iki məntəqədən eyni zamanda iki velosipedçi yola düşdü. Arxadakı velosipedçinin sürəti 18, öndəkinin sürəti 13-dür. Neçə saatdan sonra arxadakı velosipedçi digərinə çatar? Yadınızda saxlayın, eyni istiqamətli hərəkətdə arada bir məsafə veribsə bizə 40, arxadakının sürəti 18, öndəkinin sürəti 13-dür. Qayda belədir bilməyənlər üçün. Arxadakı maşının öndəki maşına çatmağını soruşursa, maşın olmasın, velosiped olsun, fərqi yoxdur. Çatma müddətini soruşursa, 18-dən 13-ü çıxacaq, sürətlər bir-birindən çıxılır, eləyir 5 və 40-ı böləcəyik 5-ə. Yəni, həmin o saatda bu obisinə 5-5 yaxınlaşır. Bu 18 gedir, bu 13. 5 yaxınlaşdı. Bu 18 gedir, bu 13. 5, 5, 5, 5. Neçədən 5 lazımdır ki, bu 40 kilometr yolu gedib çata bilsin ona? 8 dənə 5 lazımdır. Yəni 8 saat vaxt lazımdır ki,
Bu deyilənlər baş versin. 16. Piyada 3 saata 12 km yol gedir. Eğer 3 saata 12 gedirsə, 12'ni 3'e bölərik, sürəti 4'dür. O sürətini 2 artırdı. Yəni 4 olan sürəti 2 vahid artırdı. Oldu 6. 30 km yolu neçə saata gedər? 30 km yolu 6 sürətinə neçə saata gedər? 5 saata gedər. B variantı bizim cavabımızdır. 17. Eyni məntəqədən əks istiqamətdə yola düşən iki avtobusdan birinin sürəti 65, digərinin sürəti 72-dir. Neçə saatdan sonra onlar arasındakı məsafə 411 olar. Deməli, əvvəlcə 65 ilə 72-ni toplayıram. Çünki eyni istiqamətdən başqa, yəni əks və qarşı-qarşıya hərəkətdə sürətlər toplanmalıdır. Bu vacibdir. 65 ilə 72-ni topladım, 137. Deməli, bunlar 1 saata ikisi birlikdə 137 gedərlər. Deyir, neçə saatdan sonra onlar arasındakı məsafə 411 olar. Yəni 411-in içərisində neçədən 137 var? Bunu soruşuram. 411-i böləcəm 137-yə, eləyəcək 3 saat. Deməli, bunlar 3 saatdan sonra aralarında məsafə 411 km olacaq. 18. Bir maşın yolun yarısını 80 sürətindən 3 saata. Baxın, yolumuzun yarısını 80 sürətindən 3 saata gedir. Neçə kilometrdir? 240 kilometr. Düzdür? Deməli, yolun yarısı 240-dırsa, o biri yarısı 240-dır da. Yarı nə deməkdir? Bərabər deməkdir. Qalan yolun qalan yarısını 60 sürətlə gedir. 240-ı da bölürəm 60-a görüm. Neçə saata gedir? 4 saata gedir. Bütün yola cəmi nə qədər vaxt sərf elədi? 3 saat burada, 4 saat burada. 3 üstə gəl 4, 7 saat vaxt sərf elədi. Cavab oldu 7. 19. Bir daha xatırladıram, əgər bu sınavlardan ödənişli şəkildə yararlanmaq istəyirsinizsə 077 752 28 93 WhatsApp nömrəsinə yazın. Və videonun altında bəyən düyməsi var. Siz o düyməyə basaraq həm bu videoya dəstək olmuş olarsınız, həm də videonun daha çox insan qarşısına çıxmağına siz də kömək olmuş olarsınız. Aralarındakı məsafə 540 km olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya iki avtomobil yola düşdü. Avtomobillərdən birinin sürəti digərindən 10 km/saat çoxdur. Yəni birinin sürəti x-dır, digərinin sürəti x-gəl 10'dur. 10 vahid çox. Bunları toplayacağım. Niyə? Çünki qarşı-qarşıya hərəkətdə sürətlər toplanır. Vuracağım zamana. Niyə? Çünki sürəti zamana vurmalıyam ki, gedilən yolu, yəni 540'ı tapım. Buradan da x-dan x-i toplayanda 2x, üstəgəl 10 bərabərdir. 540'ı əvvəlcə 3'ə böləcəm. 540'ı 3'ə böləndə 180 edir. 2x bərabərdir. 180'dən 10'u çıxdım. 170. X də bərabərdir. 170'i böldüm 2'yə 85 elədi. Deməli, sürəti az olan 85'dir. Bizdən də sürəti az olanı soruşur. 20-ci sualı keçirik. Keçmədən əvvəl bir daha monitoring test toplumuzu xatırladaq. Bütün ölkənin kitab mağazalarından bu toplunu əldə edərək siz də imtahana sizə lazım olan bütün riyaziyyat və Azərbaycan dili suallarını kitabdan əldə edə bilərsiniz. İt 150 metr məsafədə olan dovşanı qovur. Deməli, aralarında 150 metr məsafə var. İt arxadadır, sürəti 12'dir. Dovşan 7'dir və sürəti öndədir və sürəti 7'dir. Neçə saniyə tutar deyir, yəni neçə saniyə çatar. Müəllim qayda başa saldı ki, arxadakının öndəkinə çatmağını soruşursa 12'dən 7 çıxaram 5, 150'ni bölərəm 5'ə. Eləyər 30 saniyə. Deməli, it dovşana neçə saniyə çatar? 30 saniyəyə çatmış olar. Doğru cavabımız oldu 30'a bərabər. Videomuzu bəyənin, paylaşın və sizə bir tapşırıq verəcəyik. Katerin sürəti 30 km/saatdır. Çayın sürəti 3 km/saatdır. Çay axın ilə t bərabər 4 saata neçə kilometr yol gedər? Kater 30, çay 3, zaman 4. Axın ilə gedilən yolu siz tapacaqsınız və bu bizim tapşırıq 1 olaraq qeyd etdiyimiz sualdır. Videonu bəyənin, paylaşın və hansı mövzudan probleminiz varsa rəy bölməsində mütləq şəkildə qeyd edin. Bizi həmçinin Instagramdan da izləyə bilərsiniz. Monitoring altdan xətt fes yazaraq siz də bizim Instagram hesabımıza abunə ola bilərsiniz. Sağ olun, növbəti dərslərdə görüşərik. Hələlik.